Salam. Bu videomuzda 6-cı sinif riyaziyyat dərsliyinə səhifə 57 və 58-dəki tapşırıqları izah edəcəm. Baxın, 5-in 6-ya nisbəti bərabərdir boş xananın 3-ə nisbətinə. Baxırıq ki, məxrəcə 6 birinci nisbətimizdə 6-dır, ikincidə isə 3-dür. Nə qədər azalıb? 2 dəfə azalıb. Deməli, 5 neçə dəfə azalmalıdır? 2 dəfə azalmalıdır. Olur 2,5. Əgər bu şəkildə sizə tam aydın deyilsə, biz bilirik ki, 2 dənə nisbətin bərabərliyi tənasübü verir. Tənasüb demək. Tənasübdə nədir? Kənar hədlərin hasili ilə orta hədlərin hasili bir-birinə bərabərdir. Boş xanaya bir x qiyməti verə bilərikmi? Bəli, verə bilərik. O zaman necə olacaq? Bura x yazsaq, bu xananın yerinə bir x yazsaq, 6x bərabər olacaq nəyə? 5 vurulsun 3-ə. 5-i 3-ə vura neçədir? 15. Buradan da x-i tapırıq. 15 bölünsün 6. O da bizə nə verir? 2,5. Biz hər iki halda baxdıq ki, bizim boş xanamızın yerinə nə olmalıdır? 2,5. Keçirik B variantına. Baxırıq. Bayaqki kəsr şəklində idi. İndi isə adi bölmə işarəsi ilə göstərilir bizim nisbətimiz. Biz bilirik ki, kəsirdə deyilir, kəsirin xətti özü bölmə deməkdir. Burada nədir? 2-nin 5-ə nisbəti və boş xananın 15-ə nisbətinə. Baxırıq. Elə bil ki, kəsir şəklində yazsaydıq bu necə olardı? 2-nin 5-ə nisbəti, boş xananın 15-ə nisbətinə. Baxın, 5 nə qədər dəyişib? Necə dəyişib? 3-ə vurmuşuq, 15 olub. Deməli, 2-ni də 3-ə vurmalıyıq. Etməlidir 6. Boş xanamız bu şəkildə 6 rahatlıqla tapırıq. Amma bayaqki kimi tənasübün kənar hədləri ilə orta hədlərinin hasilini yazıb da tapa bilərik. Yazaq. Əgər tənasüb bu şəkildə verilsə, kənar hədlər hansıdır? Kənar hədlər bu ən kənarda duranlardır. Orta hədlər isə bunlardır. Deməli, boş xananın yerinə x yazsam nə olacaq? 5 vurulsun x, 5x edəcək. 5x. Kənar hədlər hansıdır? 2 və 5. 2 və 15. 2-ni də 15-ə vurana neçədir? 30 edir. Buradan x-ni tapdıq. Tapdıq ki, x bərabərdir 6. Bu şəkildə də tapa bilərik. Yenə bayaq dediyim ki, 5 artı nə qədər oldu? 15. 3-ə vurmuşuq, 15 olub. 2-ni də 3-ə vursaq nə edəcək? 6 edəcək. Hər iki halda yenə də 6-dır. Burada 6-nı qeyd etdim. Digər iki sualı siz həll edərsiniz. Keçirik ikinci tapşırığa. C dəyişəni ilə qiymətini tapın ki, 3 bölünsün C bölünsün A nisbəti bu nisbətlərlə ekvivalent olsun. Baxın, buradan bayaq 2 hədli idi, indi 3 hədli nisbət şəklində verib. Necə baxa bilərik? Görürük ki, 3 necə dəyişib? Bax, ilk yerdə duran 3-dür, burada isə 6-dır. A variantına baxıram. 3 neçə dəfə dəyişib? Necə dəyişib? Artıb olub 6. 2-yə vurmuş 6 olub. Kənar hədd, buradakı digər 6-ya baxırıq. Hər ikisi verilənə baxıram. 6 necə dəyişib? O da 2-yə vurmuşuq 12 olub. Deməli, C-ni 10-a vurmuşuq. C-ni 2-yə vurmuşuq. C-ni vurmuşuq 2-yə, bizə 10 verib. Deməli, C neçə imiş? C 5 imiş. Altdan da yazaq. Deməli, 3, C və 6. Buradan da 6. Alt-alta yazsaq, hər şey aydın olacaq. 3 necə dəyişdi? 2-yə vurduq. 6 necə dəyişdi? Yenə hər üçünə eyni deməli, əməliyyat yerinə yetiririk. Deməli, C-ni biz nə etmişik? 2-yə vurmuşuq, olub 10. C-miz neçədir? 10-u böləcək 2-yə, edəcək 5. Deməli, burada C 5-dir. Digər ikisini özünüz həll edərsiniz. Keçirəm növbəti suala. Verilən bərabərliyə görə tələb olunan ifadələrin qiymətini tapın. Birinci A şərtinə baxırıq. Baxırıq 4A bərabərdir 3B-yə.
Biz buradan, baxın, aya deyə bilərik ki, A 3K-dır. K şərti olaraq X də ola bilər, Y də ola bilər. Fərq etmir. B-miz isə, baxın, bu şəkildə 4K-dır. Və burada bizdən istənilən A-nın B-yə nisbətidir. A-ya yerinə qoyuruq 3K-nı, B-yə də 4K-nı. K-lar ixtisara gedir, qalır 4-də 3. Keçək B variantına. 3C bərabərdir 2D-yə. Burada da yenə C-yə 2K, D-yə isə 3K yazacağıq. C bərabər olacaq 2K-ya, D isə 3K-ya. Bizdən istənilən D-nin C-yə nisbətidir. D-miz nədir? D-miz 3K-dır. C-miz isə 2K-dır. K-lar ixtisar gedir, qalır 2-də 3. Və sonuncu C-yə baxırıq. 8M bərabər 6M. İlə 8 ilə 6, baxın, hər iki tərəfdən 2-yə bölsəydik, hər iki tərəf bərabərli hər iki tərəfini, 8M nə olacaq? 4M olacaq. Bərabərdir. 6N nə olacaq? 6N 2-yə böləndə 3N olacaq. 4M-dən 3M bərabərdir. Bizdən nə istəyir? 3N-in 4M-ə bölünməsini. 3N ilə 4M-ə bərabərdirsə, ya 3N-in yerinə 4M yazaram, ya 4M-in yerinə 3N yazaram. Necə olar? 3N, 4M yerinə qoydum, 3N-i qoydum. Bizə nə verdi? 1. Cavabımız 1. Gəldik 4-cü tapşırığa. Tənasübün əsas xəstəsindən istifadə etməklə məchulu tapın. Tənasübün əsas xəstəsi nə idi? Tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 5-in x-ə hasili bərabərdir 4 vurulsun 2-yə. Bu tənliyi qururuq və yazırıq. Necə oldu? 5 vurulsun x, 4 vurulsun 2, yəni 8-ə. Buradan da x tapana nə edirik? 8-i 5-ə bölürük. 1,6. Keçək B variantına. Burada da yenə kənar hədlər hansı idi? Qıraqdakılar, orta isə bu hissə. Kənar hədlərin hasili 9-un y-ə hasili 6-nın orta hədlərin hasilinə bərabərdir. 6-nın 3-ə hasilinə bərabər olacaq. 9y bərabərdir. 6-nı 3-ə vurduq. 18. Y də bərabərdir neçəyə? Burada uzaq yazaq. Y də bərabərdir 18-in 9-a bölünməsi neçədir? 2-dir. Burada da y-imiz oldu 2. D variantına baxırıq. Burada deyəsən 2 variant da var idi. Bunlar bu tipdədirlər. Özünüz yazarsınız. Baxırıq yenə kənar hədlər hansıdır? Bax, burada x minus 3 bir dənə özü bir hədd, kənar hədd. Yəni x minus 3-ün 2-yə hasili 4-ün 7-yə hasilinə bərabər olacaq. Yazaq. Buradan da x çıxılsın 3 bərabər 4-ü 7-yə vurmuşduq 28. 28-i 2-yə bölürük ki, biz x çıxaq 3-ü alaq. 28-i 2-yə bölünən neçədir? 14 edir. Buradan da x nəyə bərabərdir? 14-ün üstə 3 gəlirim 17-yə. 5-ci tapşırığa baxırıq. Həyətdə 40 toyuq və 25 qaz var. A variantda nə qeyd edir? Deyir ki, qazların sayının toyuqların sayına nisbəti yazın. Qazların sayının, yəni qazları kəsr xəttini çəkirik. Qazların sayı nə qədər idi? 25 dənə. Yazdıq surətə. Toyuqların sayına nisbətinə. Nisbət nə idi? 2 cəmiyyətin qismətinə nisbət deyirdik. Qismət nə idi? Bölmə idi. Deməli, 25-in toyuqların sayına, yəni 40-a nisbətinə. Buradan da ixtisar gedir hər ikisi 5-ə. Sürətdə, məxrəcdə 8 qalır. Sürətdə isə 5 qalır. 8-də 5-ə bərabərdir. B variantı nədəndir? Həyətə əlavə 5 qaz gətirildikdə, həyətdə neçə dənə qaz var idi? 25 dənə. 5 də gətirdim. Neçə oldu? 30 oldu. 30 qaz. Əvvəlki nisbəti saxlamaq üçün, yəni əvvəlki nisbət nə idi? 8-də 5-i saxlamaq üçün neçə toyuq gətirmək lazımdır? Gəlin yazaq. Deməli, əvvəlki nisbətdə qazı harda yazmışdıq? Sürətdə yazmışdıq. İndi də yenə sürətdə yazaq.
30. Məxrəci indi toyuğu bilmirik. Toyuğun əvvəlki qiyməti 40 idi. Üstəgəl nə qədər toyuq gətirməliyik? Ona da x yazaq. Bərabər nəyə bərabər idi əvvəlki nisbət? 8-də 5-ə. Bu bərabərliyi həll edirik və toyuğun sayını tapırıq. Necə edirik? Kənar hədlərin hasili, yəni orta hədlərin hasilinə bərabərdir. 40 üstəgəl x-i vururuq 5-ə, orta hədlərə. Üstəgəl 5. 30-u da 8-ə vururuq. Edir 240. Yazaq yenə. 40 üstəgələk x. 30-u 8-ə vurdum 240. Böldüm 5-ə. 48. Bəli, 48. Buradan da x necə tapırıq? 48-dən 40-ı çıxırıq. X də bərabər olur 8-ə. Deməli, həyətə əlavə olaraq 8 dənə toyuq gətirsək, bizim əvvəlki nisbətimiz qalacaqdır. 6-cı suala baxırıq. Perimetri 24 sm olan 3 bucağın tərəflərinin uzunluğu 3, 4, 5 nisbətindədir. Bu 3 bucağın tərəflərinin uzunluğunu tapın. 3 bucağın biz bilirik ki, 3 tərəfi var və perimetr necə hesablanır? Hər üçünün cəminə bərabərdir perimetr. A üstəgəl B, üstəgəl C. Və burada da bizə verilib ki, A, B və C-lər elə bil ki, 3-ün, 4-ün, 5-in nisbətinədir. Və ümumi perimetr 24'tür. Neyinirik? Biz bu zaman deməli 3, 4, 5 nisbətini 3, 4, 5 nisbətini 3x, 4x və 5x şəklində yazırıq. Yəni A'mız 3x olsun, B'miz 4x, C'miz də 5x. 5x-dır. Ümumi perimetri necə tapırıq? Hər üç tərəfin cəmini yazırıq. Buradan da bərabərdir 24'ə. 3x üstə 4x 7x, üstə gəl 5x 12x. 12x'imiz necə olacaq? 24. X də bərabərdir 24'ü böldüm 12'yə 2. Burada tapdığımız 2 x'in qiymətidir. Bizə lazım olan üçbucağın tərəfləridir. Üçbucağın bir tərəfi 3x idi, bir tərəfi 4x, bir tərəfi 5x. Gəlin indi tərəflərini tapaq. Birinci tərəfi tapırıq. 3'ü vururuq 2'yə, x-ə. Yəni olur 6 santimetrdən deyəsən santimetr. Daha sonra 4'ü vururam 2'yə, edir 8 santimetr. Və 5'i vururam 2'yə, edir 10 santimetr. 6, 8 və 10. Hesablasaq, görərik ki, toplasaq, həqiqətən də 24 edir. Düzgün hesablamışıq. Deməli, 6, 8 və 10'dur həmin bucağın tərəfləri. 7-ci sual ilə bu tipdədir. Onu yazmıram. Özünüz qeyd edərsiniz. Şərhlərdə də qeyd etsəz, yoxlaya bilərəm. 8-ci suala baxırıq. Suallara bir cavab verin. Lalə 2,4 metr uzunluqda lenti 3'ün 5'ə nisbətində 2 hissəyə böldü. Bu hissələrin uzunluqları fərqi neçə santimetrdir? 3'ün 5'ə nisbətinə deyirsən, yəni 3x bir hissədədir, 5x bir hissədədir. Və bunların cəmi nəyi verir? 2,4'ü. 3x'in üstə 5x gəlirəm, edir 8x, bərabərdir 2,4. X neçəyə bərabərdir? 2,4'ü bölürük 8'ə, 0,3 düşür. Biz x'i tapdıq. Hələ o lentin deməli 2 hissəyə bölünmüşdü. 3'ün 5'ə nisbətində 2 hissə idi. Hələ o hissəni tapmamışıq. Hissəni tapmaq üçün birinci hissəmiz nə idi? 3x. 3'ü vurarıq 0,3'ə, edər 0,9. Digəri isə 5'i vururuq 0,3'ə, edir 1,5 metr. Və bizə istənilən bu hissələrin uzunluqları fərqi neçə santimetrdir? Deməli, biri 1,5 metrdir, biri 0,9 metr. Burada elə santimetrə çevirsək, 1 metrimiz neçə santidir? 100 santi. 0,9'u da 100'ə vuranda edir neçə? 90 santi. Və 1,5'i də 100'ə vuranda 150 santi. Santimetr. Bizdən istənilən bu hissələrin uzunluqları fərqi. 150'dən çıxırıq 90'ı, qalır 60 santimetr.
Fərq 60 santimetrdir. İndi B variantına baxırıq. Elxan ipi 4-ün 7-yə nisbətində böldü. Hissələrdən biri digərindən 6 santimetr uzundur. İpin əvvəlki uzunluğu nə qədər idi? 4-ün 7-yə nisbətən deyirsə, deməli 2 hissədən biri 4x-dir, biri 7x-dir. Bizə indi deyir ki, biri digərinin 6 santimetr uzunluğu. Yəni aralarındakı fərq 6 santimetrdir. Biz buradan fərqi tapa bilərik də. Bu birinci hissədir, elə bil ki, bu da ikinci hissədir. Fərqi tapsaq 7x-dən 4x-i çıxırıq. Nəyə bərabər eləyirik? 6 santimetrə. Çünki bizə deyir ki, ikisinin uzunluq fərqi 6-dır da. 7x-dən 4x çıxanda qaldı 3x bərabərdir 6. X də bərabərdir 6-nı 3-ə bölürük, edir 2. Biz nəyi tapdıq? X-i tapdıq. Hələ parçaları tapmamışıq. Birinci parçamız neçə idi? 4 vurulsun 2, 4x yəni 8 santimetrdir deməli. İkinci parçamız 7 vurulsun 2, 14 santimetr. Bizdən isə nə istəyir? İpin əvvəlki uzunluğunu istəyir. İpin əvvəlki uzunluğu tapmaq üçün hər iki hissəni cəmləsək, bizi əvvəlki uzunluğu verəcəkdir. 8-in üstü 14 gəlirik, edir 22 santimetr. Buradan da 22 santimetri tapdıq. 9-cu suala baxaq. İki məntəqə arasındakı məsafə 36 kilometrdir. Elə bil ki, A ilə B arasındakı məsafə 36 kilometrdir. Və xəritədə bu məntəqələr arasındakı məsafə 1,8 santimetr verilib. Xəritənin miqyasını tapın. Xəritənin miqyasını tapırıqsa, xəritədəki yəni məsafəsini 1,8 santimetr nəyə böləcəyik? Əslinə. Amma əsli də bölə bilmərik. Bu nisbəti niyə bölə bilmirik? Çünki burada kilometrdir. Biz əvvəlcə eyni ölçü vahidini gətirməliyik. Ondan sonra nisbəti hesablaya bilərik. Deməli, 36 1 kilometrim neçə metrdir? 1000 metr. 1 metr neçə santimetrdir? 100. Onda deməli, bu şəkildə olur. 1,8 ilə də artıq da santimetrə çevirdik. 1,8-dən 36 gedir. İxtisar. Burada 20 düşür. Və sürətdə nə qaldı? 1 qaldı. Məxrəcdə 20. 1, 2, 3. Və burada nə tapdıq ki, xəritənin miqyası 1-in 2 milyona nisbətindədir. 3. Xəritənin miqyası bu şəkildədir. İkinci, bu A tapşırığı idi. Xəritənin miqyasını tapmaq. B tapşırığında istənilən nədir? 100 kilometrlik yol xəritədə neçə santimetrdir? Bunu tənasib quraraq da yaza bilərik. Necə taparıq? Deyərik ki, 36 kilometrlik yol xəritədə 1,8 olubsa, 100 kilometrlik yol neçə olar? X olar. Buradan tapa bilərikmi? Bəli. X-im də bərabər olacaq. 1,8 vurulsun 100 bölünsün 36. Bərabər olacaq 100-20-yə bölündə 5. Deməli, 100 kilometrlik yol xəritədə 5 santimetr olacaq. 10-cu suala baxırıq. Reseptə görə 600 qram çəkilmiş ət və 120 qram düyüdən 60 yarpaq dolması hazırlanır. A variantına baxaq. 300 qram düyü işlədilməklə neçə belə dolma hazırlamaq olar? Bunun üçün nə qədər ət lazımdır? Burada üçlü nisbət yazsaq. Ət, düyü və dolma. Deməli, ümumi əvvəldə reseptdə 600 qram ət işlənir, 120 qram düyü işlənir və 60 dənə yarpaq dolması alınır. İndi baxırıq, 300 qram düyü işlənir məklə.
Neçə belə dolma hazırlamaq olar? 300 qram düyü işlənərsə, biz əvvəlcə bir əti tapa bilərik də burdan. Bizə əti də istəyir. 600 qram ətə 120 qram işlənirsə, 120 qram düyü işlənir. 300 qram düyü neçə qram ətə işlənməlidir? X-ə. Buradan tapa bilərik ki, X-imiz nəyə bərabərdir? 600-ü 300-ə vurub 120-yə böləcəyik. 600 ilə 125, o da edəcək 1500. 1 kilo 500 qram. Ət işlənir. Dolma neçə dənə alınır? Baxırıq neçə dəfə artır? 120 300 olması üçün neçə dəfə artdı? 600 1500 olması üçün neçə dəfə artdı? 2,5 dəfə. 600-ü vurduq 2,5-ə 1500 etdi. 120-ni vurduq 2,5-ə 300 etdi. Deməli 60-ı da 2,5-ə vursaq bizə nə verəcək? Verəcək 150. 150 də dolma işlənir. Bu nisbəti yenə bayaqki kimi də indi dediyim qayda ilə də rahat yaza bilərdik. Amma burada 1500 yazdıq. İndi də 120 burada bir y yazıb 120-nin 60-a, 300-ün də y-ə yazıb, y-i buradan yenə 150 tapa bilərik. Sonra B variantı nə istəyir? Deməli, bizdən əti bildik ki, 1500 qram, dolmanı bildik ki, 150 dənə. Deyir, 1 kiloqram çəkilmiş ətdən neçə belə dolma hazırlanar? İndi həminki kimi yazırıq. Ətin sırasına bu aşağıdan, bura 1 kiloqram neçə qramdır? 1000 qram. 1000 qram yazıb, həmin bu nisbətləri hesablayırıq. Bunu da özünüz edə bilərsiniz məncə. 11-ci sualın izahına baxırıq. Bağda alma, ərik və gilas ağacları var. Alma və ərik ağaclarının sayıları 3-ün 2-yə, ərik və gilas ağaclarının sayıları isə 4-ün 3-ə nisbətindədir. Bizdən istənilən A variantında nə istəyir? Bağda 40 ərik ağacı olarsa, 40 ərik ağacı var, olarsa, neçə alma və neçə gilas ağacı olacaq? Gəlin əvvəlcə baxaq görək. Alma və ərik nisbəti 3-ün 2-yə nisbətindədir. Burada biz deyə bilərik ki, almanın sayı 3K-dır, əriyin sayı 2K-dır. Bəli, deyə bilərik. Gəlin əvvəlcə burada qoyaq. Deməli, əriyin yeri, deməli, əriyimiz oldu 2K. 2K bərabər nəyə? 40-a. Kan tapa bilərikmi 20? Bəli. Kan tapdıq 20. Deməli, almanın sayı neçə idi? 3K idi də. 3K fərz etmişdik. 3K ilə 2K nisbətlərini. Deməli, 3-ü də vururuq 20-yə, edir 60. Deməli, almanın sayı miqdarı 60-dır. Və ikinci nisbətə baxırıq. 4-ün 3-ə nisbətinə. Burada da bir elə bil ki, K deyil, qoyaq 4B-nin 3B-nin nisbəti bu şəkildə olsun. Buradan 4B-nin yerinə ərik bizə nə veribdir? 40 verib. Bu elə bil ki, A variantının birinci tapşırığı, bu ikinci tapşırığı. 4B-miz 40-a bərabərdirsə, əriyi 40 verib də. B-miz nədir? 10 şərti olaraq yazırıq bunu. B 10-dursa, bizdə gilasın miqdarı nə qədərdir? 3B. 3B 3 vurulsun 10, o da bərabər olacaq 30-a. Deməli, 30 da ərik ağacı. B variantında bizdə nə istənilir? Alma və gilas ağaclarının sayıları nisbətini tapaq. Almanın sayı neçə oldu? 60 oldu. Gilasın sayı neçə oldu? 30 oldu. 60-ın 30-a nisbəti, yəni 60-ın 30-a bölünməsi neçəni verir bizə? 2-ni. Cavab 2. 12-ci tapşırığa baxırıq. Boş hovuz 6 eyni nasosla 24 dəqiqəyə dolur. 9 belə nasos hovuzu neçə dəqiqəyə doldurur? X dəqiqəyə. Biz qeyd etdik. Deməli, 6 nasos 24 dəqiqəyə doldurur. 9 nasosumuz da X dəqiqədə olur. Biz əvvəlcə nəyə diqqət edirik? Nasosun sayı sizcə artdıqsa, baxaq görək bunlar düz mütənasibdir, yoxsa tərs mütənasib. Nasosun sayı artdıqca bizim zamanımız artar, azalar.
Yəni doldurma zamanımız. Nasos nə qədər çox olsa, hovuz o qədər tez dolar və vaxt o qədər az sərf olunur. Yəni nasosun sayı artdıqca altdan 9-a dəqiqəmiz azalacaq. Deməli bunlar tərs mütənasibdir. 24-dən daha az qiymət alacağıq biz alanda. Tərs mütənasib olanda biz necə hesablayırdıq? Tərs mütənasib kəmiyyətlərdə çarpaz vurmurduq. Qarşı-qarşıya vururduq. 9x-i 9-u vuracaq x-ə, 6-nı da vuracaq 24-ə. X də bərabərdir 8-ə. Deməli 9 nasos neçə dəqiqəyə doldurar? 8 dəqiqəyə doldurar. Bu da neçədir? 6 vurulsun 24 bölünsün 9-a. 6 vurulsun 24 bölünsün 9-a. 2, 3. Buradan da 8 edir. 2'yi də 8'ə vuran neçədir? 16. Deməli 9 nasos neçə dəqiqəyə dolduracaq? 16 dəqiqə. X-imiz neçə oldu? 16 dəqiqə. B variantına baxaq. Hovuzu 36 dəqiqəyə doldurmaq üçün bu nasoslardan neçə ədəd qoşulmalıdır? Deməli 6 nasos qoşulur, 24 dəqiqəyə dolur. 36 dəqiqəyə dolması üçün isə nasos olmalıdır? X nasos. Hə. Biz yenə dedik ki, tərs mütənasibdir. Tərs mütənasib kəmiyyətlərin hesablayarkən qarşı-qarşıya vururduq. 36-nı vuracaq x-ə. X də bərabərdir. 6 vurulsun 24 bölünsün 36. Burada 6. 24-də 6-ya bölünür 4. Deməli bizə neçə nasos lazımdır? 4 nasos. X də bərabərdir 4 nasos. 13-cü suala baxırıq. Yem ehtiyatının yarısını 8 inek 12 günə yedi. Yem ehtiyatı ilə bir x olsa, onun yarısını x bölünsün ikisini 8 inek yeyir 12 günə. Yemin yarısını 8 inek 12 günə yeyir. Qalan yem 24 günə neçə inəyə kifayət edir? Yerdə nə qədər yem qaldı? Yenə yarısı qədər qaldı. Yəni yem hissəyə baxmayacaq deməli. Nisbətlər onsuz da eynidir. Bizə lazım olacaq inək və gün. Qalan yem 24 günə. 24 günə. Burada fərzdə y olsun. 8 inəyə 12 günə çatır. Y inəyə 24 günə çatmalıdır. Baxırıq ki, yenə inəyin sayı artdıqca inək nə qədər çox olarsa, onun yəni gün sayı azalacaq. Biri var 5 inək bir yemi yesin 3 günə, bir də var 10 inək yesin. 10 inək daha tez bitirər. Bir günə yeyib qutarar məsəl üçün. Deməli, bunlar da tərs mütənasib. Tərs mütənasibləri necə hesablayırıq? Qarşı-qarşıya vururuq. 24-də vuracaq y-ə. Y də bərabərdir. 8 vurulsun 12 bölünsün 24. Bu da 8 2-yə bölünür 4. Deməli 4 inəyə bəs eləyər. Əgər 4 inək bu yemin yarısını yesə 24 gün, yəni ona kifayət edər. 14-cü suala baxırıq. Sürücü yolu 70 km/saat sürətlə 4 saata qət etdi. Biz ümumi yolu necə tapırıq? Sürəti zamana vururuq. Baxırıq vahidlər, kəmiyyət ölçüləri də eyni olduğu üçün saat və yəni hər ikisində saat olduğu üçün 70-i rahatlıqla vururuq 4-ə edir 280 kilometr. Ümumi yolumuz deməli 280 kilometrdir. Sürücünün fikrincə geri qayıtdıqda 80 km/saat sürətlə hərəkət etsək 40 dəqiqə qənaət etmiş olacaq. 40 dəqiqə qənaət nə deməkdir? 40 dəqiqə az. Yəni onun fikrincə 3 saat 1 saat 60 dəqiqə olduğu üçün 40 dəqiqədə az işlətdi. 3 saat 20 dəqiqəyə deməli gedib çatacaq. Gəlin belə bir tənasib quraq. Deməli yolumuz onsuz da 280 kilometrdir. Olduğu kimi qalır. Fərq getmir.
İndi biz elə qurmalıyıq ki, əgər 70 kilometr saat sürətlə gedib, sürət yazmayaq, elə 70 yazaq. 70 ilə gedib 4 saata. 80 ilə nə qədərə gedər? Eyni yol olduğu üçün bu tənasüb rahatlıqla qura bilərəm. X yazaq. Sürətlə zaman necə mütənasib? Tərs mütənasibdir. Sürət artdıqca zaman azalır. Deməli, qarşı-qarşıya vurmalıyıq. 80x-im bərabər olacaq 280-ə. X də bərabərdir 280-in 80-ə nisbətinə. O da edir. Hər ikisi 40-a ixtisar getsə yuxarıda qalacaq 7. Axır hissədə qalacaq 2. 3,5 saat. 3,5 saatımız dəqiqəyə çevirsəm 3 saat. Onda 5 də 1 saatımız 60 dəqiqə olduğu üçün baxın. Onda 5 2-də 1 deməkdir. 2-də 1 də 60-a vuranda 30 dəqiqədir. Dəqiqə. 3 saat 30 dəqiqə. Deməli, bizim sürücü yanılıb. 3 saat 30 dəqiqə vaxt sərf etsə, 80 kilometrlə 3 saat 30 dəqiqə vaxt sərf etməlidir. 3 saat 20 dəqiqəyə eyni yolu gedə bilməz. 280-dən daha az yol gedəcək. Bunu başqa şəkildə də yazardıq ki, 80-i 3 saat 20 dəqiqəyə vurardıq. O zaman 280-dən görürük ki, 280-ə bərabər deyilsə, deməli bu fikri doğru deyil. Xeyr. Hər iki halda. İndi mən burada tənasüb qurdum ki, tənasüb dərsindəyik. 15-ci suala baxırıq. Düşərgədə ərzaq 120 nəfərə 15 günə çatır. 120 nəfərə 15 günə çatır. Əlavə 60 nəfər gələrsə, ərzaq neçə günə çatar? Əlavə 60 nəfər gəlsə nə olar? 120 üstə 60 gəlsə necə edər? 180. X günə. Sizcə tərs mütənasibdirlər, yoxsa düz mütənasib? Baxın, nəfər sayı artdıqca gün sayı azalacaq. Niyə? Ərzaq daha tez bitəcək də. Deməli, bunlar tərs mütənasibdir. Tərs mütənasib kəmiyyətləri necə eləyirik? Qarşı-qarşıya vurub, bərabər yazırdıq. 180 x-ə vururuq. 120 də 15-ə vurub, bərabərlik yaradırıq. X də bərabərdir. 120-ni 15-ə vurub, bölürük 180-ə. Və burada da ixtisar aparsaq 60-a. Burada qalacaq 3, burada qalacaq 2. 3-dən də 15 gedir, burada qalır 5. X-imiz bərabər olur 10. 10 gün. Deməli, əlavə 60 nəfər gəlsə, ərzaq 10 günə qutaracaq. Yəni, bitəcək. 10 gün istifadə edə biləcəklər. Bu A variantı idi. B variantında nə deyir? Əlavə neçə nəfər gəlsə, ərzaq 9 günə çatar. Deməli, 120-yə 15 günə istifadə olunursa, əlavə neçə nəfəri istənirsə, 120 üstə gələ x. Tənasübün qarşı tərəfə nə yazırıq? 9. Buradan da hesablayırıq. Bunu da artıq özünüz hesaplayarsınız.